İran İslam İnqilabının ali rəhbəri Həzrət Ayətullah Seyyid Müctəba Xameneyinin Qədirxum bayramı, Həzrət İmam Xomeyninin Rəziallahu anhu vəfatının 37-ci il dönümü və İslam İnqilabının rəhbəri Həzrət Ayətullah Şəhid Seyyid Əli Xameneyinin rəhbərliyinin başlanması münasibətilə bəyanatı 4 iyun 2026-cı il. Mərhəmətli və rəhimli Allahın adı ilə, həmd olsun o Allaha ki, dinini möminlərin əmiri Əli ibn Əbu Talibin əleyhissalam vilayəti ilə kamala çatdırdı və neymətini onun imaməti ilə tamamladı. Mübarək Qədirxum bayramı münasibəti ilə İran və dünyanın hər yerində yaşayan bütün müsəlmanları, Həzrət Əmrəl-Möminin Əli əleyhissalamı sevənləri təbrik edirəm və İmam Xomeyninin pak ruhuna salam və salavat göndərirəm. Bu il İmam Xomeyninin ayrılığından keçən 37-ci il dönümüdür. Bugün həm də ümmətin mehriban atası, İmam məktəbinin sadiq davamçısı və vəfalı dostu, İslam İnqilabının böyük şəhid rəhbəri, Həzrət Ayətullahül Üzma Seyyid Əli Xameneyinin ilahi ziyafətin qonağı olduğu ilk gündür. Onun qüdrətli səsi, hikmətli və nüfuzedici kəlamı artıq imamın pak məqbərəsində eşidilmir. Lakin İslam Respublikasının banisinin 10 illik və böyük şəhid rəhbərin 36 illik çıxış və yazıları hamımız üçün dəyərli və misilsiz bir xəzinə, gələcək yolun çırağıdır. Əvvəla, bugün Qədirxum bayramıdır. Allahın ən böyük bayramlarından biridir. Vəd olunmuş və bərqərar edilmiş ilahi əhd günüdür. Bugün Allah Taala İslam cəmiyyətinin və İslam sisteminin idarə olunma vəzifəsini müəyyən etmiş, dinin kamilliyini və nemətinin tamamlanmasını isə məsum imamların ardıcıl vilayət və imaməti vasitəsilə gerçəkləşdirmişdi. Qədirxum hadisəsi həyatının hər anında, Kəbədə doğulduğu ana qədər yalnız Allah üçün və Allah yolunda olan bir kəsi xatırladı. Bu səbəbdən o, Həzrət Allah Rəsulundan sonra həyatının bütün dövrlərində, bütün müsəlmanlar və möminlər üçün ən ali nümunə və tam bir örnək hesab olunur. Və layiqdir ki, kiçik uşaqlardan qocalara, cəmiyyətin adi üzvlərindən elit təbəqə və rəhbərlərinə qədər hamı o həzrətə iqtida etsin. Necə ki, inqilabın iki imamının həyatının fəxr nişanəsi də məhz həmin böyük şəxsiyyətə tabe olmaq olmuşdu. İkincisi, bugün ümmət imamının vəfatının il dönümüdür. Bu məşhur, lakin yetərincə tanınmamış bir şəxsiyyət haqqında düşünmək və müzakirə etmək üçün dəyərli bir fürsətdir. Elə bir cəlbedici şəxsiyyət ki, onun nurani yolunu və məqsədini dərindən dərk etmək İran İslam Respublikasının gələcəyinə gedən yolun çırağıdır. Lakin cəmiyyətin bir çox üzvləri gənc yaşda olduqları üçün onu birbaşa tanımaq nemətinə çatmayıblar. Hətta onun həyat dövrünü yaşamış insanların da bir çoxu imamın şəxsiyyətinin və xəttinin dərinliyinə tam nüfuz edə bilməyiblər. Uca Allah buyurur, de, mən sizə yalnız bir şeyi nəsihət edirəm. Allah üçün iki və ya tək ayağa qalxın. Allah Taala bu ayədə Həzrət Peyğəmbərə buyurur ki, ümmətə de, mən sizə yalnız bir məsələni tövsiyə edirəm. Allah üçün ayağa qalxmağı. İstər iki nəfər birlikdə, istərsə də hər kəs tək başına. Bu ayə, İslam İnqilabının böyük rəhbərinin və İslam Respublikasının banisinin şəxsiyyətini təqdim edən ilk və ən qədim sənədlərdən birinin başlanğıcıdır. Həmin sənəddə o böyük Allah bəndəsi və dövrümüzün böyük ruhu İran xalqını Allah üçün qiyama çağırmışdı. Bəli, Allah üçün qiyam İmam məktəbinin təməlidir. Onun varlığının ən mühüm təsir və bərəkətlərindən biri də məhz bu əsas üzərində cəmiyyətə rəhbərlik etməsi, onu tərbiyə etməsi və dərin təsir göstərməsi olmuşdu. Məhz bu ilahi hərəkat, haqq yoluna hidayətdə ilahi bərəkətlərin və Rəbbani diqqətlərin nazil olmasının, Allahın bu vədinin gerçəkləşməsinin səbəbi olmuşdu. Bizim yolumuzda çalışanları, əlbəttə, öz yolumuza hidayət edərik. Məgər belə deyilmi ki, İran xalqının ən böyük ümumi hərəkətləri və oyanışları İmam Xomeyni və böyük şəhid Xameneyinin birbaşa və ya dolayı rəhbərliyi ilə baş vermişdi? Hansı böyük qüvvə 1963-cü il 5 iyun tarixində yuxuya getmiş, istibdad və müstəmləkəçiliyin təsiri altına düşmüş bir xalqı, hərtərəfli qərb asıllığının və boğucu mühitin hakim olduğu şəraitdə oyada bilərdi? Hansı cazibə qüvvəsi milyonlarla insanı 1979-cu il fevralın 22-sində imamı qarşılamaq və 1989-cu il iyunun 4-də o həzrəti son mənzilə yola salmaq üçün küçələrə çıxmağa vadar edə bildi? Və ən son heyrətamiz nümunədə
Hansı möhkəm iradə və polad əzm idi ki, 2026-cı il martın 1-i sübh tezdən başlayaraq İran xalqını belə bir şəkildə ayağa qaldırdı və meydana gətirdi. Elə bir xalq ki, 3 aydan çox vaxt keçməsinə baxmayaraq, hələ də böyük şövqlə öz şəhid rəhbərinin və digər şəhidlərin qanının intiqamını almaq, İslam nizamının və əziz vətəninin hərəmini qorumaq üçün meydandadır və 10 milyonlarla canlı fəda etməyə hazır insanın sıralarını şəhid rəhbərin arzularının həyata keçməsi, haqqın bərpası və Allah yolunda qiyamın möhkəmlənməsi istiqamətində birləşdirmişdir. Bəli, İran xalqında mövcud olan bu qabiliyyəti və hazırlığı kəşf edib dirçəldən, ona xüsusi dəyər verən İmam Xomeyni və böyük şəhid Xameneyi olmuşdur. Böyük imam şübhəsiz ki, misilsiz təqvası səbəbindən qələmindən çıxan hər sözə diqqət göstərirdi. O, öz vəsiyyətnaməsində çox böyük bir iddia irəli sürərək belə yazmışdır. Mən cəsarətlə iddia edirəm ki, İran xalqı və onun bugünkü milyonlarla insanı Həzrət Peyğəmbərin dövründəki Hicaz xalqından, həmçinin Həzrət Əlinin və Hüseyn İbn Əlinin dövründəki Küfə və İraq əhalisindən daha yaxşıdır. Bugün bütün İran xalqı fəxr edir ki, özünün yeni dirçəlişi ilə müqavimət cəbhəsinin yanında dayanaraq, dünyanın azad xalqlarının və ayıq gözlərinin qarşısında qürur mənbəyinə çevrilmiş və İmam Xomeyninin vəsiyyətnaməsindəki bu ifadənin doğruluğunu yenidən nümayiş etdirmişdir. Şəhid rəhbərin ifadəsi ilə desək, İran xalqı adlı bu böyük okeanı hərəkətə gətirən qüdrətli əl, böyük imamın polad iradəsi, arxain qəlbi və zülfüqar kimi kəsərli dili idi. O, milyonlarla insanı meydana gətirdi, onları meydanda saxladı və hərəkətin istiqamətini onlara öyrətdi. Bu təsirin başqa bir nümunəsi isə Əziz Xameneyinin özüdür. O, salih sələfinin yolunu davam etdirdi və təxminən 40 il ərzində inqilaba və İslam nizamına rəhbərlik edərək, gənclərə etimad göstərmək, xalqın düşüncə və baxış səviyyəsini dərinləşdirmək və yüksəltmək yolu ilə cəmiyyəti elə bir hazırlıq səviyyəsinə çatdırdı ki, onun böyük şəhadət hadisəsindən sonra İran xalqının yeni bir dirçəlişi formalaşdı. Bəli, Əziz Xameneyinin məktəbi, Məhəmmədi saf İslamın davamı olan Xomeyni məktəbinin özüdür. Bu məktəbin təməli Allah yolunda qiyamdır. Məqsədi haqqın bərpası və batilin aradan qaldırılmasıdır. Bu məktəbin yetirmələri isə haqqın bərqərar olunması, batilin aradan qaldırılması və bu nurani yolda mübarizə aparmaq üçün sıralar halında hazır dayanmışlar. İmam Xomeyni İran İslam ümməti və dünya səviyyəsində böyük və tarixi bir dönüş yaratdı. Şəhid rəhbər isə bu dönüşü dərinləşdirdi, genişləndirdi və davam etdirdi. Onun kamilləşməsi və həyata keçməsi üçün dövlət quruculuğu və cəmiyyət quruculuğu istiqamətində fəaliyyət göstərdi. Məhz bu istiqamətdə o, Həzrət, İmam məktəbini öz sözü, qələmi, əməli və müxtəlif görüşləri ilə yaşatmaqla yanaşı, hər il 4 iyun tarixini xalqın İmam Xomeyni ilə yenidən əhd bağlama fürsətinə çevirmiş və İmam məktəbinin prinsiplərini, siyasətlərini və əsas xəttini izah edib açıqlamışdır. Onun dəfələrlə vurğuladığı bəzi təlimlərdən biri bu idi ki, İran xalqı imanlı, ağıllı və cəsur bir xalqdır. Digər bir təlimi isə bu idi ki, xalq ölkənin həqiqi sahibidir və ölkənin qüdrət mənbəyi məhz xalqdır. Həmçinin, xalq istədiyi hər bir düzgün dəyişikliyi həyata keçirə bilər və biz bacararıq şüarını müxtəlif sahələrdə reallığa çevirə bilər. Bu təlimlərdən biri də məzluma dəstəyin İslami, insani və milli bir vəzifə olması idi. Həmçinin o vurğulayırdı ki, hegemonluq sistemi və onun başında duran Amerika məhz bu xalqın fərqli kimliyi, üstün xüsusiyyətləri və təslim olmaması ilə problem yaşayır. Bəli, hegemonluq sistemi təxminən 80 il əvvəl yaratdığı və İsrail adlanan hərbi düşərgənin, yəni Böyük İsrail adlı boş və yalançı coğrafiyanın, Fəratın şərq sərhədində güclü, müstəqil və müxtəlif üstünlüklərə malik bir İranın mövcudluğunu qəbul etmir və onun inkişafının qarşısını almaq üçün heç bir vasitədən çəkinmir. Bu münasibətlə əziz xalqımıza bildirmək istəyirəm ki, xəbis düşmən artıq sizin silahlı qüvvələrdə xidmət edən igid övladlarınızla qarşı durmada məğlub olmuşdur. Xüsusilə həm hərbi meydanda, həm də xalqın iştirakı ilə küçə və meydanlarda aldığı qəti zərbələr nəticəsində dərin və mənalı bir təhqir yaşamışdır. Bu vəziyyət isə müxtəlif ölkələrin ondan açıq şəkildə uzaqlaşmasına səbəb olmuşdur. Buna görə də düşmən öz hibrid müharibəsini iki əsas nöqtə üzərində cəmləşdirmişdir. Birincisi, xalqın dözümlülüyünü və müqavimət qabiliyyətini zəiflətmək. İkincisi isə ölkə məhsullarının hesablama sistemində səhvlər yaratmaq. Hər iki məqsəd üçün onun əsas vasitəsi şübhə, ümidsizlik, qorxu, bədbillik və ixtilaf toxumları səpməkdir. Buna görə də bu pis niyyətlərlə mübarizədə hər kəs ayıq olmaqla,
möhkəm dayanmaqla, birlik və həmrəyliyi qorumaqla, qarşılıqlı etimadı gücləndirməklə və düşmənlə eyni səslə danışmamaqla onun məkirli planlarını puça çıxarmalıdır. Bu sahədə məsul şəxslərin rolu xüsusilə mühümdür. Xalq arasında bədbillik və ruh düşkünlüyü yaradan hər bir addım bu ölkənin və onun xalqının düşməninə kömək sayılır. Hazırda İmam Xomeyni və əziz şəhid Xameneyinin məktəbini, İslam inqilabının məzlum, lakin qüdrətli və qalib rəhbərlərinin məktəbini bütün dünyaya əməli şəkildə tanıtmaq və həyata keçirmək üçün yeni bir fürsət yaranmışdır. Bu mühüm vəzifə xalqın bütün təbəqələrinin, xüsusilə gənclərin, ziyalıların, fikir və sənət adamlarının üzərinə düşür. Onlar bu məktəbin prinsiplərinə əsaslanaraq, Allahın vədlərinə güvənməklə Həzrət sahibə zamanın xüsusi diqqət kölgəsində və 250 illik imamət dövründə məsumlar və vilayət sahibləri tərəfindən çəkilmiş nurani xətt üzrə İslam yolunda hərəkət etməlidirlər və ən böyük vilayət sahiblərinin vasitəsilə əziz İranın parlaq gələcəyini qursunlar. Qadir və uca Allahdan diləyirəm ki, bu dirçəlmiş xalqı son qələbəyə, möhtəşəm inkişaf və əzəmət zirvələrinə çatdırsın. İnqilabın iki imamının pak ruhlarını və İslam inqilabının bütün şəhidlərinin, xüsusilə 2-ci və 3-cü müqəddəs müdafiə şəhidlərinin pak ruhlarını öz mövlaları Həzrət Əmirəl-Möminin əli ilə məşhur etsin. Həmçinin mövlamız Həzrət Vəliyi Əsrin müqəddəs və nurani qəlbini İran xalqından razı etsin və bu əziz xalqı, eləcə də onun xidmətçilərini o Həzrətin xüsusi duaları və şəfaəti ilə bəhrələndirsin. Allahın lütfü, ehsanı və kərəmi ilə Allahın salamı, rəhməti və bərəkəti sizin üzərinizə olsun. Seyyid Müçtəba Hüseyni Xameneyi, 4 iyun 2026-cı il.